512 vurulsun 1024 pikselli şəkil faylı CMYK rəng modelində qurularsa, yaddaşda nə qədər yer tutar? Əvvəlcə mən şəklin həcmi nəyə bərabər olduğunu onu bilməliyəm. Şəklin həcmi piksellərin sayının bir pikselin həcminə olan hasilinə bərabərdir. Yəni ki, mən nə etməliyəm? Piksel sayını bir pikselin həcminə vurmalıyam və ümumi yekun həcmi tapmalıyam. Piksel sayı bizə verilib. 512 vurulsun 1024 pikselli deyir. Gəlin bunu belə yazaq. 2 üstü 9 vurulsun 2 üstü 10. Bu bizə ümumi piksel sayıdır. Mən bunu nəyə vurmalıyam? Bir pikselin həcminə. Mən də bilirəm ki, CMYK rəng modelində bir pikselin həcmi 32 bitdir. Artıq bu məlumatlar əsasən nə edə bilərəm mən? Ümumi həcmi hesablaya bilərəm. İndi, gəlin belə deyək. 32 bitdə 2 üstü 5 yazaq və hasildə də bilirik ki, qüvvətlər toplanır. O zaman 2 üstü 19 vur 2 üstü 5 bit. Bunları da bir-birinə vursaq edir. 2 üstü 24 bit. Daha sonra bunu böyük bir vahidə keçirdək. Bizdə variantlarda bit var, kilobayt var, megabayt var. Ən böyük vahidə keçirə biləcəyimiz, məsələn, megabayta keçirək. Nə edərəm? 2 üstü 24-ü megabayta keçirmək üçün 2 üstü 23-ə bölərəm. Və yekun nəticə olaraq 2 megabayt alaram. Və cavablarda da görürəm ki, nədir? 2 megabayt cavabımız var və C variantındadır. Yəni yekun olaraq nəticəmiz 2 megabayt C variantı olmuş olur.